Sidir kanalı darlığı nədir? Sidir kanalı darlığının əlamətləri nələrdir haqqında bugün qısa bir məlumat verəcəyəm. Sidir kanalı sidiyin sidir kisəsindən dışarı doğru axışını təmin edən kanalın daralmasıdır. Bu hansı şikayətlərlə özünü göstərir? İstər cavan, istər yaşlı kişilərdə sidiyin təzyiqinin olmamağı, sidiyin nazik axmağı, sidiyin incəlmiş şəkildə dışarı doğru axmağı, tez-tez sidiyə getmək istəyi, sidiyə getdikdən sonra tam boşaltmama hissi, təkrarlayan və müalicələrə yaxşı cavab verməyən sidik yolu infeksiyaları ilə özünü büruzə verir. Burada xəstəyə biz mütləq birinci bir ultrasonoqrafik müayinə ilə qalıq sidiyə baxılır. Yəni xəstə tualetə göndərilir, tam sidiyin boşaltmağa çalışır və təkrar gəldikdə qalıq sidiyin nə qədər olduğuna baxılır. Bundan əlavə retrograd uretrografiya dediyimiz sidik kanalı darlığının rəngli bir maddə ilə rentgen altında şəkli çəkilir. Burada həm sidik kanalının diametri, çapı, həm də darlıq varsa, darlığın uzunluğu, yerləşdiyi anatomik yer və bu yerləşdiyi anatomik yer və darlığın uzunluğuna görə də xəstəyə cərrahi bir əməliyyat planlanır. Bu cərrahi əməliyyatlar da adətən qapalı, bəzi hallarda artıq təkrarlanan darlıqlarda uzun struktur, yəni uzun darlıq formasında olduqda açıq əməliyyat şəklində olur. İləridəki videolarda həm qapalı əməliyyatın necə olması və açıq əməliyyatın hansı şəkildə olması haqqında qısa bir video çəkib paylaşacağam.